Elektron rəqabət informasiya sistemi haqqında əsasnamə təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarının Nəzarət Dövlət Agentliyi elektron rəqabət informasiya sisteminin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elektron rəqabət informasiya sisteminin, dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə və fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrinə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməli. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir. Bundan başqa, Prezident İlham Əliyevin təsdiqlədiyi tütün və tütün məmulatı haqqında qanuna əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir. Qanuna əsasən nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriçlərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir. Anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiq etmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensiyasına imkan yaradacaq. Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Azərbaycan Respublikasının vergi məcəlləsində, reklam haqqında Azərbaycan Respublikasının qanununda müvafiq dəyişikliklər edilir. Buraya birdəfəlik istifadə üçün elektron siqaretin və elektron siqaretlər üçün mayenin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir. Bu qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.